Bugünkü əməliyyatımız mürəkkəb finalvari fistul əməliyyatı icra etdik. Xəstəyə çox fayda verilən bir əməliyyat icra etdik. Baxmayaraq ki, fistul yolu hər iki əzələrin üzərindən keçmişdi. Bu əzələlərdən ən təhlükəlisi xarici sfinkter əzələsidir. Və onun üzərindən asanlıqla doyuldu. Fistul yolu boyu bütün əzələlər tam ayrıldı. Daxili dəlik səviyyəsinə qədər fistul yolu tam şəkildə götürüldü. Əgər xarici sfinkter əzələsi əməliyyat zamanı zədələnərsə, bu xəstələrdə nəfis qaçırma, qaz qaçırma kimi ağır fəsadlar verə bilir. Şükürlər olsun, yəni bizim əməliyyatlarda buna tam diqqət olunur. Daxili dəlik səviyyəsinə kimi fistul yolu tam götürülüb, artıq əməliyyatımızı uğurlu bitmiş hesab edə bilərik.